Təbəsində bu Korpusdan Borluq istiqamətində bax görsən, bax burada partlayıb kanalizasiya, biabırçılıqdır, burada iyidən oturmaq mümkün deyil. Buranın yiyəsi yoxdur, bu hardadırlar buralar, yatıblar, bilinmir. Zəng eləmişəm indi kənd sovetinə. Dünən bələdiyyəndə zəng eləmişəm müavinə görə yollar gəlsinlər, bunu düzəlsinlər. Belə biabırçılıq olmaz. Bu özbaşınalıq deyil. Buradan cəmaət körsün geçsin. Bu iyidən, üfunətdən hamı biabır olubdur bu uşaqlar böyüklər. Təbəsində bu Korpusdan Borluq istiqamətində bax görsən, bax burada partlayıb kanalizasiya, biabırçılıqdır, burada iyidən oturmaq mümkün deyil. Buranın yiyəsi yoxdur, bu hardadırlar buralar, yatıblar, bilinmir. Zəng eləmişəm indi kənd sovetinə. Dünən bələdiyyəndə zəng eləmişəm müavinə görə yollar gəlsinlər, bunu düzəlsinlər. Belə biabırçılıq olmaz. Bu özbaşınalıq deyil. Buradan cəmaət körsün geçsin. Bu iyidən, üfunətdən hamı biabır olubdur bu uşaqlar böyüklər.